Abşeronda boşandığı həyat yoldaşına sənə sürpriz edəcəyəm deyib evinə od vuraraq yandırmaqda ittiham edilən Qürbət Şahverdiyevin barəsindəki qərardan kassasiya şikayəti verilib. Məlumata görə şikayət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq. İttihama görə Qürbət Şahverdiyev həbsdən çıxdıqdan sonra keçmiş həyat yoldaşı ilə aralarında mənzilə görə mübahisə yaranıb. O içkili halda birgə nikah dövründə yaşadıkları Abşeron rayonu Aşağı Güzdək qəsəbəsindəki fərdi yaşayış evinə gedib. Keçmiş həyat yoldaşını və övladlarını oradan çıxarıb. Bundan sonra siqaret yandıraraq istifadə etdiyi alışqanı yatağın üstünə tullayıb və siqaret çəkmək üçün həyətə düşüb. Daha sonra evin yandığını görüb. Nəticədə təqsirləndirilən şəxs 50 min manat dəyərində əmlakı qəsdən yandırmaqla xeyli miqdarda ziyan vurub. Məhkəmədə təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı bildirib ki, Qürbət hadisədən bir neçə gün əvvəl sənə sürpriz edəcəyəm deyib. Sonra isə sözgedən hadisəni törədib. Məhkəmənin hökmü ilə Qürbət Şahverdiyev 3 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.